Herkese salam. Bugün Dövlət İmtahan Mərkəzi 7 iyun tarixində ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdinin dördüncü qruplar üçün təşkil etmişdir və biologiya fənnindən sualların izahlarını sizlərə təqdim edirəm. Gəlin ilk sualımızla başlayaq. Bizdə A variantıdır. Fərdi seçmə arzu olunan əlamətləri möhkəmləndirir. Bu doğru fikirdir. Çünki arzu olunan əlamət möhkəmlənib səhv xəttlər alınırdı. Fərdi seçmə zamanı homozigotluğu artır, kütləvidə isə heterozigotluğu artırdı. Tozcuq, dəniz və rüşeyin hissəsi ayrı-ayrı çiçəklərdə olan bitkilər isə bunlar yalnız çarpaz dodalana bilər və bu kütləvi seçməyə tətbiq edilə bilər. Heterozigot genotipli fərdlərin sayını artırır. Bu kütləvi seçmədir. Ona görə cavabımız olur 1, 2. Uyğunluğu müəyyən edin. Bizə verilmişdir adi şamın sarımtıl yaşıl qozası bu erkək qozadır. Qaradalının süpürgə çiçək qrupları erkək çiçəklərdir və darının süpürgəsi burada həm erkəkçi, həm də dişiciyə malikdir. Deməli, darıda C4, Y3, D1 şəklindədir. Qaradalın erkəyi C4, Y3, D0 şəklindədir. Bu nəzərə alırıq. Adi şamda dedi ki, çırpaq toxumlara aiddir, erkək qozadır. Tozlanmada iştirak edir. Bunların hər üçü tozlama prosesində iştirak edəsidir. Çünki hər üçündə tozcuq dənəsi yarana bilər. Erkəkçi sapına malik olmaq erkəkçi anlayışı çılpaq toxumluya xarakterik deyil deyə biz erkəkçi anlayışını götürəcəyik. Qarğıdalının süpürgə çiçək qrupunda bir də Qaradalının darının süpürgə çiçək qrupunda. Mayalama prosesi getmir. Mayalama prosesi bunların hər üçü üçün xarakterik deyil. Çünki mayalama prosesi üzrə bunların ikisi üçün xarakterik deyil. Çünki adi şamın sarımtıl qozası erkəkdir. Bir də qarğıdalının süpürgə çiçək qrupu erkəkdir. Amma darının süpürgə çiçək qrupunda dişicik var. Ona görə mayalama prosesi gedər. C-ni biz 2-yə götürəcəyik. Çiçək pulcuq və çiçək pərdəsinə malikdir. C4 dediğimiz anlayış C2 plus 2 bu darı və süpürgəyə aid olacaq. Ona görə D-ni götürürük 3-ə. Haploid və diploid xromosom yığımlı hüceyrələrə malikdir. Bunların hər üçündə həm haploid, həm də diploid xromosom yığımlı hüceyrələr vardır. 1-ə A, Y, 2-yə C, 3-ə B, D olaraq cavabımızı müəyyən edirik. İnsanda hansı vəz həm daxili, həm də xarici sekresiya funksiyasını yerinə yetirir? Bu qarışıq sekresiya vəzlərdir. Böbrək əzisi yalnız daxili, qalxan bənzər yalnız daxili, hipofiz yalnız daxili, timus yalnız daxilidir. Mədaltı vəzi isə qarışıq sekresiya vəzlərinə aiddir. Uyğunluğu müəyyən edin qeyd edir. Bizə ürək boşluğunda yalnız arterial qan keçən burada deməli gölməçi ilbizini görürük. Ona görə B-ni qeyd edirik. 1-ə B. Ürək boşluğunda həm venoz, həm arterial qan varsa bura aid edə bilərik. Doydaq verilib, bir də antilopdur səhv etmirəmsə, məməli və quşu götürə bilərik, AD-ni götürərik. Ürək boşluğundan keçən qan nə venoz, nə də arterial qandır. Yəni həşəratların qanı qazdaşımırdı. Burada C-ni götürərik. Akula da yalnız venozda heç birini aid etməyəcək. 1-ə B, 2-ə AD, 3-ə C olaraq cavabımızı müəyyən edirik. Sual 5. Bir struktur elementlərini əslində burada hesablamaya ehtiyac yoxdur. Fəsillərlə də gedə bilərsiniz, amma hesablaya da bilərsiniz. Zəncirotu, eşək qanqalı bunlar eyni fəsillərin nümayəndələrdir. K0, L5, Y5, D1 formuluna malikdir. Deməli, mürəkkəb çiçəklər fəsiləsidir. Quş əpbəyi, quduz otu bunlar xaç çiçəklidir. K4, L4, Y6, D1-dir. Yəni eyni olacaq struktur element cəmi. Xanım otu, tütün bunlar badımcan çiçəklər fəsiləsidir. K5, L5, Y5, D1-dir. Ona görə eyni olacaq çiçək struktur elementləri. Mərci isə paxlallar fəsiləsidir. K5, Y5, K5, L5, Y10, D1 çiçək formuluna malikdir. Burada isə daha çox olacaq. Yəni pik nöqtə buradır. Qalxıb daha sonrası azalan qrafiki görmüş olacaq. Yəni artıb azalma qrafiki görəcəyik. Sual 6 ilə davam edirik. T1, T2 aralığında adrenalin miqdarı azalmışdır. Adrenalin azalmışdırsa qan təzyiqi əksinə azalar, yüksəlməz. Ürəyin şiş zəifləyər, nəbz vurğulan sayı azalar. Qanda qlikozanın miqdarı azalar. Qlikozanın qanda miqdarı artar, yanlışdır. Cavabımız 3, 4. Sual 7. Deməli, bizə verilib genetik gen mutasiyaları. Bir autosom dominantdırsa bura aid olacaq morfin və polidaktiliya. 2 autosom resessivdirsə bura biz albinizmi götürə bilərik. 3 X xromosomu ilə deməli ilişikli keçəndirsə bura hemofiliyanı götürəcəyik. Deməli, dördüncüyə deməli Y xromosomu ilə ilişik keçən xəstə isə burada balıq pulcuqlu dəri, biçik barmaqlı, qulaqda tük bunlara aid edirdi. Burada da balıq pulcuqlu dərini götürərik. 1-ə AD, 2-yə B, 3-ə C, 4-ə Y olaraq cavabımızı müəyyən etmiş oluruq. Cavabımız olur A variantı. Sual 8 ilə davam edirik. Hansı yeraltı şəkildəşmə təpə və yan tumurcuqlara malikdir? Ümumiyyətlə yadda saxlayacaq ki,
Kök və yarpaqdan inkişaf edən tumurcuq yalnız əlavədir. Gövdə və gövdənin şəkil dəyişmələrində tumurcuğun bütün növləri inkişaf edə bilər. Birinci kök yumsuf, ikinci gövdə yumsuf, üçüncüsü isə soğanaq təsvir edilmişdir. Bunlar gövdənin şəkil dəyişmələrinə aiddir. Necə ki, gövdədə tumurcuğun bütün növlərini görürük, burada da tumurcuqda təpə yan tumurcuqlarını 1, 2, 3-də görərik. Dördüncü kök yumrusdur. Burada biz yalnız görə bilərik, deməli, əlavə tumurcuqları görə bilərdik. Kök yumrularıdır bu. Ona göre 1, 2, 3 olarak cevabımız müəyyən etmiş olacaq. Gövdə və gövdənin şəkilləşmələrində tumurcuğun bütün növləri ola bilir. Sual 9 ilə davam edir. Bitki toxumunun hansı hissəsi ziqotdan əmələ gəlməmişdir? Ziqotdan əmələ gələn rüşeymdir. Rüşeyin hissələri rüşeym, tumurcuğu rüşeym, gövdəciyi rüşeym, kökçüyü, bir də onun ləpə yarpaqları ziqotdan əmələ gəlmişdir. Lakin qabıq yumurtacığın divarından əmələ gəlmişdir. Ona görə ziqotdan əmələ gəlməyib. Sual 10 ilə davam edirik. Yaşıl quş mamırının çoxalmasını əks etdirən sxemdə göstərilən bütün hüceyrələr. Deməli, spor meyozdan yarandığı üçün xromosom yığımı haploiddir. Protonema hüceyrəsinin xromosom yığımı spordan protonema cücərir, o da haploiddir. Protonema üzərində erkək və dişi mamırlar inkişaf edirlər və bunların xromosom yığımı haploid olacaq. Erkek mamır mitoz yolla spermatozoid, dişi mamır mitoz yolla yumurta hüceyrəni yaradır. Bunlar da haploiddir. Mayalama gedir diploid, zigot yaranır. Zigot mitoz yolla bölünüb qutucuğu yaradır ki, bu da diploiddir. Deməli, N, 4N, 5N, 6N, 8N, 10N cəmimiz olur. 10N. Demək, xromosom yığımlarının cəmini soruşur bizdən 10N olacaqdır. Kükürt bakteriyaları və qırmızı bakteriyalar vermişdir. Bilirik ki, kükürt bakteriyaları homosintetik bakteriyalardır. Qırmızı bakteriyalar isə fotosintetik bakteriyalardır, lakin bunlar sərbəst oksigeni ayıra bilmirlər. Hidrogen mənbəyi kimi hidrogen sulfiddən istifadə edirlər. Produsent canlılar olsalar da oksigen sintez etmirlər. Bunların hər ikisi oksigen ayırmayacaqdır. Çünki bakteriyalardan, fotosintetiklərdən oksigen ayıranlar deməli siyanobakteriyalardır. Fəaliyyəti nəticəsində kükürd əmələ gəlir. Hər ikisinin fəaliyyətindən kükürd əmələ gəlir. Fotosintez edici pigmentə malik olan qırmızı bakteriyalardır. Qeyri-üzvi maddələrdən üzvi maddə sintezi zamanı kimyəvi enerjidən, kimyəvi rabitələrin enerjisindən istifadə edən kükürt bakteriyası olacaq. Günəş enerjisindən isə fotosintez edicilər istifadə edir. Xlorofil sərbəst halda sitoplazmada olanda olacaq bizdə deməli qırmızı bakteriyalar. Deməli 1-ə 4, 2-yə 3, 5, 3'e ise 1, 2, ortağa ise 1, 2'ni qeyd etmiş oluruq. Sual 12 ilə davam edir. DNT molekulunda ölçüsü guanin ölçüsünə bərabər olan azotlu əsas olmasaydı, biz bilirik ki, molekulda guanin yoxdursa, sitozin də yoxdur. Qalır bizdə adenin və timin. Adenindirsə, məlumat TNT-də bunun qarşılığı transkripsiyada urasil olacaq. Timin isə adenin azot əsası olacaq. Adenin azot əsası bir növ, timin azot əsası ikinci növ, urasil azot əsası isə üçüncü növ. Cavabımız olur. Cevabımız olur 3. Davam edirik sual 13 ilə. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Coğrafi və ekoloji növ əmələ gəlmə verilmişdir bizə. Hər ikisi divergensiya nəticəsində əmələ gəlmişdir. Areal dəyişmirsə bu ekoloji növ əmələ gəlmədir. Davr qaraşamı növü əmələ gəlmişdirsə coğrafi genişlənmədən deməli davr qaraşamı əmələ gəlirdi. Arıquşunun 5 növü ekoloji növ əmələ gəlmənin nəticəsində yaranmışdır. Populyasiyanın gen tərkibi dəyişir hər bir halda. Əgər yeni növ əmələ gələcəksə gen tərkibi dəyişəcəkdir. İnçiçəyin növlərinin əmələ gəlməsi arealın parçalanması ilə gedən coğrafi növ əmələ gəlmədən yaranmışdır. 1-ə 3, 6, 2-yə 2, 4, 3-ə 1, 5 olaraq cavabımızı müəyyən edirik A variantı olaraq. Sual 14 ilə davam edirik. Şəkildə bağırsaq boşluqları tipinə aid canlının həyat dövriyyəsini əks etdirən sxem verilmişdir. Bilirik ki, bu Aurelia medusasının inkişaf sxemidir və Aurelia ayrı cinsiyyətlidir. 1 və 2 onun 1 spermatozoidlər, 2 yumurta hüceyrə, 3 zigot, 4 planula, 4, 5 isə polipdir. Postembrional inkişafı düz nədir? Xeyr, bu inkişaf dolayıdır. Sürfə mərhələsini görürük, dolayı tam çevirmə ilə gedir. Hermafrodit olan iki fərd çarpazlaşmış. Xeyr, bunlar ayrı cinsiyyətlidirlər. 1, 2 bizdə haploid xromosom yığımlı, 3 diploid, 4 diploid, 5 diploiddir. Deməli bizdə 1, 4, 5 diploiddir deyil. Xeyr, 1 haploiddir. Ona görə yanlışdır. 1 və 2 bir hüceyrədir. Bəli, 1 spermatozoid, 2 yumurta hüceyrədir. Tək hüceyrədirlər. Doğrudur. 3 və 5 planuladan əmələ gəlmişdir. Xeyr, 3 zigotdur. Planulaya başlanğıc verib. Ona görə bəli 5 planuladan əmələ gəlib, amma 3 planulaya başlanğıc verib. Ona görə cavabımız olur D variantı. Şəkil əsasən ön ətrafların qurşaq hissəsinə aiddir. Burada deməli
Bu qarğa sümüyüdür, bu döş sümüyüdür, burası kürək sümüyüdür. Cavabımız olur 2, 3, 5. 2 kürək, 2 köpükçü, 2 qarğa olaraq cavabımızı müəyyən edirik. Quşlarda qurşaq skeletinə aiddir, ön ətrafın qurşağına aid. Pankreatit xəstəliyi zamanı, bilik ki, pankreatit xəstəliyi zamanı deməli, mədə-altı vəzin xarici sekretor funksiyası pozulur. Amilyaza miqdarı az olur deyə nişasta qalır bağırsaqda və qıcqırır. Bağırsağın mühiti turş reaksiyalı olur. Yalnız karbohidrat deyil, bəli, ilk öncə karbohidrat pozulduğu üçün ishal baş verir və növbəti və həddi zolaq yağ mübadiləsi də pozulur. Ona görə yalnız karbohidrat yanlışdır. Mədə şirəsinin pepsin miqdarı yox, bu amilazanın miqdarı ilə əlaqədardır. Cavabımız olur 1, 3, 5. İnsanın duyğu orqanları xəstəliyidir. Rinit burun iltihabıdır. Duyğu orqanlarda enterobiyoz biz quyruğun törətdiyi bağırsaqda olan helmintdir. Teniarixoz yenə bağırsaqdadır. Deməli, sirroz qaraciyərdədir. Katarakta görmə orqanının billurla bağlıdır. Billurun bulanması ilə yaranır. Otoskleroz isə orta qulaq sümükçülərinin iltihabı, sümüyünün iltihabıdır. Ona görə da yenə duyğu orqanına aiddir. Duyğu orqanına aid olmayanlar 2, 4, 2, 3 və 4 olacaqdır. Sual 18 ilə davam edirik. Deməli, bığcığı var, xitini var, borlu siniri yoxdur, borlu sinir sistemi yoxdur, qanda karbon qazı yoxdur. Bığcığı var, xitini var. Bığcığı var deyirsə, çay xərçəngi, xaçlı örümçəyi silərik. Daha sonra qanda karbon qazı yoxdur deyirsə, çay xərçəngində var. Daha sonra yengeçdə var. Biz bilirik ki, həşəratların qanı qaz daşımır. Ona görə də may böcəyi və kəpənək olaraq cavabımızı müəyyən etmiş olarıq. Sual 19 ilə davam edirik. İnsan orqanizmində əzələ toxumasının növləri üçün uyğunluğu müəyyən edin. Birinci saya əzələ, ikinci isə enlə zolaqlı əzələ verilmişdir. Burada saya, burada isə enlə zolaqlı skelet verilmişdir. İşi qeyri-iradidir. İşi qeyri-iradidir. Bu saya əzələyə gedəcək. Yığılma və boşalma qabiliyyətinə malikdir. Əzələdirsə hər ikisinə aiddir. Udlaq və qırtlaq əzələsi bu enlə zolaqlı əzələyə gedəcək. Mezodermal mənşəlidir. Bütün əzələlər ortağa gedəcək. İşi avtonom, yəni qeyri-iradi tənzimlənir deyirsə, bu olur saya, amma somatik desəydi enə zolağını götürmüş olardıq. 1-ə A-yə, 2-yə B-də, 3-ə C olaraq cavabımızı müəyyən edirik. Çoban yastığının balarısı tərəfindən tozlandırılması hər ikisinin fayda görməsidir. Yəni faydalı münasibətlərə aiddir və mutualizm münasibətidir. Sual 21. İnsan cinsi çoxalmada əmələ gələn hansı canlının genotipi yalnız ana fərdin qametin genotipini daşıyır. Bilir ki, partenogenez zamanı ana fərdin yumurta hüceyrəsindən partenogenez yolla erkək balarısı yaranır və eynən ananın xromosom yığımında olur. Sual 22 ilə davam edirik. Hansı müddəalar normal inkişaf edən 6 aylıq qız uşağına aiddir? Yumurta ağlarında yetişməmiş yumurta hüceyrələr olur. Bilirik ki, qız uşaqlar artıq doğulanda hər yumurtağında 400 min yetişməmiş follikulla doğulurlar. Ona görə bu doğru fikirdir. İnkişafının postembriyonal dövrü embriyonaldan uzun deyil. Embriyonal 9 ay olub, hələ postembriyonal 6 aydır. Ona görə yanlışdır. Süd dişləri çıxmağa başlayır, 6 aylığından çıxmağa başlayır deyə bu doğrudur. Götürürük. Hələ böyük azı dişləri, hələ bunun süd dişləri çıxır, böyük azı dişləri çıxmağa başlamır. Qarışıq sekresiya vəzlərinə malikdir. Bəli, həm yumurtalığı var, həm də mədə-altı vəzisi var. Yasli dövrünü keçirir. Xeyr, yasli dövrü 1 yaşından 3 yaşına qədər olan dövrdür. Bu uşaq hələ ki südəmər dövrdədir. 1-3-5 olaraq cavabımız müəyyən etmiş oluruq. Sual 23 ilə davam edirik. Verilən canlıya aid mülahizələri müəyyən edin. Ürək boşluğunda 2 növ qan olması, xeyr 3 növ qan var. Venöz arterial qarışıq, mədəciyində qarışıq qanda. Döş sümüyü gövdə skeletinə aid deyil, yuxarı ön ətrafın qurşağına aiddir, çünki döş qəfəsi yoxdur. Bədən temperaturu xarici mühitdən asılıdır. Aslı deyil deyirsə yanlışdır. Uzun boylu sümüklər bəli postembriyonalda öncə arxa ətraf, sonra ön ətraf yaranır. Yəni öncə bud, sonra bazı sümüklər yaranır. Yəni postembriyonaldadır. Doğrudur. Postembriyonal dövrdə hiss orqanlarının sayı azalır. Çömçə quyruğun yağ xətt orqanı var. Yetkin qurbağanın yoxdur. Ona görə azalır. Doğrudur. Ontogenezində bir növ tənəffüs orqanına malik olması xeyr. Burada həm qəlsəbə tənəffüsü var, həm dəri tənəffüsü var, həm ağciyər tənəffüsü var. Ona görə cavabımız olur 2, 4, 5. Sual 24 ilə davam edirik. Şəkildəki yosun üçün doğru mülahisəni müəyyən edən xlamidamana aday yosunudur. Təbii ki, burada özü diploid, özü haploid xromosom yığımlıdır. Gameti haploiddir, lakin zigot diploiddir. Yəni ontogenezində həm haploid, həm diploid xromosom yığımlı hüceyrələr yaradır. Bu doğru fikirdir. Yalnız cinsi yolla çoxalır, xeyr, qeyri-cinsi yolla çoxalıb. Deməli, yetkin fərdləri mitoz yolla bölünərək zoosporlar yarada bilirlər. Ona görə yalnız qeyri-cinsidir, yalnız cinsdir, yanlışdır. Zigotu mitoz yox, meyoz yolla bölünür. Zigotu meyoz yolla bölünür. Doğrudur, hazır üzv maddələrlə qidalanana bilər. Bəli, bu da doğru fikirdir. 1, 4, 5.
Hansı çevrilmə prosesi insan orqanizmində baş verir? Deməli, exinokokun həyat dövriyyəsi verilmişdir. İnsan exinokokun aralıq sahibidir və qəbul edir yumurtanı. Yumurta bizim bədənimizdə 6 qarmaqlı sürfəyə çevrilir. Sonra 6 qarmaqlı sürfə gəlir əsasən ağciyərlərdə finna yaradır. Həmin deyək ki, aralıq sahibi olan finnalı ağciyəri əsas sahibi, məsəl üçün it pişiyi və s. qəbul etdikdə onların ağciyərində həmin o qovuqlar, qəbul etdiyi ağciyərlərdə olan qovuqlar bunların bağırsağında yetkin fərdə çevrilir və yetkin fərd də bağırsaqda yumurta qoyur. Yəni bu 4 və 1 mərhələsi əsas sahibdədir, 2 və 3 mərhələsi isə aralıq sahibdədir. İnsan da onun aralıq sahibidir. Sual 26 ilə davam edirik. Təəssüf ki, bu sualı qızım səhv yazıb. Deməli, DNT molekulunda azotlu əsasların əmələ gətirdiyi rabitələrin sayı 4400'dür. Biz bilirik ki bir nukleotin quruluşunu yazsaq adenin, dezoksiriboza, fosfat, qarşısında timin, dezoksiriboza, fosfat, bir dənəsində yazaq timin, dezoksiriboza, fosfat, adenin, dezoksiriboza, fosfat bu şekilde yazmış olsak. Biz bilirik ki azotlu əsaslar bir yaradır. Qarşıdakı zəncirdəki azotlu əsas ilə hidrogen rabitəsi, bir də özünün karbohidratı ilə rabitə yaratmış olur. Ona görə də biz 4400'dən çıxsaq 2400'ü tapacağıq molekulda olan azotlu əsasların sayını, dolayısıyla molekulda olan nukleotidlərin sayını tapmış olacağıq. Və biz burada pentozaların yaratdığı rabitələrə baxsaq, hər bir nukleotid sayından 2 dəfə çox pentozaların yaratdığı rabitədir nukleotidlərin tərkibində. Bir də nukleotidlər arası rabitələr var. Baxın burada bir nukleotidin tərkibində karbohidrat qalığı 2 rabitəni zaten yaradır. Bir də molekulda nukleotidlər arası rabitəni növbəti belə deyək, nukleotidin fosfat turşu qalığı ilə yaradır. Ona görə də molekulda əgər 2000 nukleotidimiz varsa, nukleotid sayını vururuq 2-yə 4000, nukleotidin tərkibində pentozaların yaratdığı rabitələrdir, hərəsi 2-2. Bir də nukleotid sayından 2 ədəd az bizim kovalent rabitəmiz olacaq ki, həmin o kovalent rabitələr də karbohidrat qalıqları hesabına yaranır. Bu zamanda 4000'in üzərinə gəlirik 1998'i. Cavab da bizə verəcək 5998. Yəni x-imiz olur 5998 olaraq cavabımızı müəyyən edirik. Sual 27 ilə davam edirik. Uyğunluğu müəyyən edin. Fotosintezici pigment ilk dəfə arxa erasında yaranmışdır. Çünki arxa erasında artıq bakteriyalarda xlorofil pigmenti var idi. İlk dəfə toxumla çoxalma paleozoyasının Devon dövründədir. O zaman paleozoyasını götürərik və bitkilərdə bir toxumun əmələ gəlməsini ilk dəfə 2 sperm iştirak edirsə, mərkəzi hüceyrə, yumurta hüceyrə, sperm, yəni bu örtülü toxumlardan bizə bəhs edir. Örtülü toxumlar da ilk dəfə mezozoy erasında yaranmışdır. 1'ə A, 2'yə C, 3'ə Y olaraq cavabımızı müəyyən etmiş oluruq və keçirik situasiya mətninə. İlk hamiləliyi olan sağlam qadının şəkildə göstərilən orqanizm ultrases müəyyənəsi verilmişdir. Deməli, bu qadının və hamiləliyində, yəni bətnində saxladığı uşaq sayı 3'dür, əkiz sayı 3'dür və eyni yumurta əkizdirlər. Hamısı da cinsiyyətçi oğlandır. Hamiləliyin 5-ci ayındadır. Və indi baxırıq, əkizlərin ontogenezin hansı orqanda başlayır? Təbii ki, qadın kişi fərq etmədən ontogenez başlayır zigotun yaranması ilə boruda, yəni uşaqlıq borusunda 1'ə C olaraq cavabımızı müəyyən edirik. Həmin orqanı sinirləndirən simpatik sinirlər baş və onurğa beyin hansı şöbələrindən çıxacaq? Simpatik sinirləri buradan soruşur. Burada qızım səhv eləmirəmsə parasimpatiki də qeyd edib. Parasimpatiki bəli olmadan çıxacaq, amma burada yalnız simpatiki bizdən soruşur. Simpatiki çıxacaq onurğa beynin bel şöbəsindən, parasimpatik soruşmuş olsaydı onu da OMA götürərdik. Çünki çanaq boşluğunda yerləşən orqanların parasimpatiki onurğa beynin OMA şöbəsindən sinirlənmiş olur. Amma simpatik isə bel şöbəsində olacaq. Deməli, ikinci simpatik bel şöbəsindən çıxacaq. Birinci isə C uşaqlıq borusu, mayalı ontogenez burada başlamış olacaq. Sual 29, səhv etmirəmsə cavab vərəqində belə bir qeyd soruşur. Orada bizə bu hamiləlik dönemində fəaliyyət göstərən cift və sarı cisim haqqında, yəni müvəqqəti daxili sekresiya vəzlərini soruşur. Bunlar cift və sarı cisim olacaq. Ciftin sayı 1 ədəddir, çünki eyni yumurta əkizləridir. Cift sayımız 1 olacaq, eyni yumurta əkizdir. Həmçinin eyni yumurta əkizləri olduğu üçün həmin dönemdə bir dənə yumurta hüceyrə yaranıb, demək ki, bir follikul partlayıb. Bir follikulun yerində də bir sarı cisim yaranıb. O zaman sarı cisim sayımız isə 1 ədəd olacaqdır. Deməli, cift sayımız 1, sarı cisim sayımız 1 ədəd olacaq və
bir də səhv etmirəmsə, orada hansı mərhələlərdə fəaliyyət göstərir? Cədvəldə belə bir şey soruşub. Deməli, biz bilirik ki, hamiləliyin başlanğıc Rüşeym və döl dövründə, başlanğıc dövr Rüşeym dövrü 2 ay, döl dövründə ilk bir ayında sarı cisim qanı hormon ifraz edir və yerdə qalan hamiləliyin 6 ayında isə növbəti 6 ayını isə cift qanı hormon ifraz edir. Bu hamiləlik 5 aydırsa, bunun 3 ayında sarı cisim qanı hormon ifraz edib, hamiləlik 5 aydır, 3 ayında sarı cisim qanı hormon ifraz edib, yerdə qalan 2 ayını isə cift qanı hormon ifraz etmişdir. 3 ayında isə burada ailə soruşmayıblar səhv eləmirəmsə sualda, lakin belə də qeyd etmiş olaq. İlk 3 ay sarı cisim, yerdə qalan 2 ayında isə cift qanı hormon ifraz etmişdir. Növbət follikulun yetişməsini ləngitmək və uşaqlığın seyfli qişasının qanlaşmasını qorumaq üçün. Nəhayət sual 30-a da baxaq. Bu əkizlər minimum neçə blastomerin bölünməsi nəticəsində yaranır? Bunlar eyni yumurta əkizdir. Bir zigot mitoz yolla bölünərək 2 blastomer yaratmış olacaq və bu 2 blastomerdən də deməli 4 blastomer yaranmış olacaq. Və deyir ki, neçə blastomerin bölünməsi nəticəsində şəkildə B orqan neçə blastomerin bölünməsi nəticəsində əmələ gəlinmişdir. Deməli, bu əkizlər minimum neçə blastomerin bölünmə nəticəsində əmələ gəlmişdir. Blastomerin bölünməsi nəticəsində. Burada bölünməyə neçə blastomerin yaranması nəticəsində əmələ gəlmişdir desə, biz burada cavabı götürməliyik 4. 4 blastomer yaranıb. E, neçə blastomerin bölünməsi nəticəsində əmələ gəlmişdir desə, burada birinci bölünməyə məruz qalan ziqotdur, bu blastomer deyil. Bölünməyə məruz qalan bu 2 blastomerdir. Yəni 2 blastomerin bölünməsi nəticəsində əmələ gəlmişdir. Yəni bölünməyə məruz qalanı nəzərə alırsa, burada 2-ni götürməliyik. Neçə blastomerin yaranması nəticəsində deyirsə, o zaman 4 blastomeri götürmüş olarıq. Yəqin ki, burada bu 4 əmələ gəlməni soruşmur, çünki əmələ gəlmə bir qədər riskli sualdır. Çünki bu 2 blastomer ola bilər ki, e, ikisindən 4-ünün yaranması. Yenə də yəni burada bölünməyə məruz qalanı soruşursa bizdən, bölünməyə məruz qalanı soruşursa cavabımız 2 blastomer olacaq. Görək bunun cavabını necə götürəcəyik. Amma bölünməyə məruz qalan dediyi üçün 2 yəni bölünməsi, neçə blastomerin bölünməsi nəticəsində əmələ gəlmişdir deyirsə, 2 olaraq götürməliyik əslində. 1-ə 2 gedəcək. İkinci fikrə baxaq. B orqanının bir hüceyrəsinin xromosom müxtəlifliyi. B orqanı bizdə yumurtalıqdır. Yumurtalıq qadına məxsusdur. 46, yəni 44 üzərinə gəlsin. XX xromosom yığımındadır. Bu da müxtəliflik olaraq autosom 22, X-lar cinslər 1 olmaqla ümumi 23 xromosom müxtəlifliyi verəcək. Əkizlərdən biri oğlan uşaqlarında olduğu üçün bunlarda isə XY-dir və somatik hüceyrəsində xromosom müxtəlifliyi 24 olacaq. 23-ün 24-ə nisbəti. Birincinin cavabını 2 olaraq düşünürəm. İkincidə isə cavab 24, 23-ün 24-ə nisbəti olacaqdır.